Hər vaxtınız xeyir olsun dəyərli tamaşaçılar. Sizinlə Mətanət Əliyevadır studiyamızda Bakı vaxtıdır. Bugünkü müzakirəmiz ictimai nəqliyyatda son dönəmlərdə tətbiq olunan yeni ödəniş üsulları ilə bağlı olacaq. Eləcə də izləyicilərimizdən, vətəndaşlardan bu məsələlərlə bağlı bizə gələn suallara studiyamızın qonağı dəyərli ekspertimizlə cavab axtarmağa çalışacağıq. Qonağımı sizə təqdim edirəm. Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev. Rauf müəllim, təkrar TV1-in studiyasında xoş gördük sizi. Xoş gördük. Az əvvəl də qeyd etdim, bugünkü söhbətimizin mövzusu ictimai nəqliyyatda yeni tətbiq olunan ödəniş üsulları, bu sahədə gözə görünən, nəzərə çarpan dəyişikliklər, eləcə də sizin bir ekspert olaraq bu sahədə, bu infrastrukturda yaxın gələcəkdə tətbiq oluna biləcək, bizi gözləyən gözləntilərlə bağlı söhbət etməyi düşünürük. Bizə izləyicilərimizdən çox sayda suallar gəlir. Söhbətimizə elə məhz o sualları komplektləşdirmişəm. Qısaca sizdən soruşmaq istəyirəm. Rauf müəllim, necə hesab edirsiniz? Yaxın gələcəkdə Bakı kartlar ləğv olunacaqmı? Düşünürəm ki, ləğv olunmayacaq, amma çeşidli ödəniş imkanları daha da artacaq. Tarixi xronologiyaya baxsaq, ilk olaraq 2006-cı ildə metroda plastik kartlarla ödəniş tətbiq olundu. 2015-ci ildən, yəni 10 il bundan qabaq artıq vahid inteqrasiya olunmuş həm metro, həm avtobuslarda istifadə olunan Bakı kartlar istifadə verildi və nağdsız ödəniş daha genişləndi şəbəkəsi. Sonrakı illərdə QR biletlə ödəniş imkanları yaradıldı. İndi hal-hazırda metroda ilkin olaraq test mərhələsində bank kartları ilə ödəniş və Google Pay, Apple Pay kimi ödəniş imkanları artıq test olunur və metronun bütün stansiyalarında artıq bu imkanlar yaradılıb. Düşünürəm ilin sonuna qədər avtobuslarda da bu növ imkanlar yaradılacaq. Buna qədər olan deyək ki, risklər aradan qalxmış olur. Yəni ola bilər ki, Bakı kartınız olsun, amma ödəniş terminalı yaxında olmadığından siz bu ödənişdə bir çətinliyiniz vardısa, bu aradan qalxmış olur. Və yaxud ola bilər QR biletdən tez-tez istifadə edirsə, amma internetin olmaması səbəbindən bu da bir problem yaradırsa, bank kartları ilə ödəniş yaranması düşünürəm ki, həm tələbələrə, həm təqaüdçülərə də rahatlıq gətirəcək ki, bank kartı ilə istənilən risklər artıq minimumlaşmış olur. Bu növ yeniliklər ilkin olaraq Gəncə şəhərində biz son 3-cü MDB oyunlarında tətbiq olunan City kartda görmüşdük ki, həm bank kartı ilə, həm QR bilet və fiziki plastik kartlarla ödəniş var idisə, Bakıda da artıq yaxın zamanlarda bu tətbiq olunacaq. Əslində, Rauf müəllim, bu bir komfort sərnişin üçün, vətəndaş üçün vaxta qənaət, hərəkətin sürətinə qənaət, mənzil başına tez çatmaq, alternativ imkanlar və bu artıq bu da bir inkişafın bir mərhələsidir və biz həqiqətən də buna alışlamalıyıq. Digər üstünlüklərə, ödəniş üsullarının tətbiqinə keçmədən öncə niyə dövriyyəyə Bakı kartlarının ləğvi ilə bağlı suallar çıxır? Məsələn, bir vətəndaş olaraq bilmək istəyirəm. Mənim əlimdə 5 ödəniş üsulu var, imkanım var. Onda Bakı kartlar zaman-zaman çıxa bilərmi? Mən düşünürəm ki, çeşid nə qədər çox olarsa, bir o qədər nəqliyyat əlçatan olur, cəlbedici olur. Kimə hansı növ rahatsa, onunla ödənişin etsin. Əsas odur ki, bu imkanlar olsun. Digər məsələ, siz rahatlıqla yanaşı, bu birbaşa tranzit vaxtına təsir edir. Əgər insanlar deyək ki, ödənişdə çətinlik çəkirsə, bu da girişdə daha çox növbələrin olmasına, vaxtın sıxlığın yaranmasına və həmçinin də həmən dayanacaqda daha çox dayanmasına gətirib çıxardır. Amma bu cür variantlar daha çox olarsa, bu vaxta da qənaət etmək imkanı yaranır. Düşünürəm ki, yaxın illərdə artıq dünya təcrübəsinə bəhrələnərək validatorların sayını artırıb hər qapıda bunun təşkilinə ciddi ehtiyac var ki, insanlar fərqli qapıdan həm minmək imkanı olsun, həm düşmək, amma digər tərəfdən də nəzarətçilər olmalıdır ki, bunu nəzarət etsin və əgər pulsuz kimsə keçmək istəyəndə, onu tutulanda artıq yüksək cərimə ilə
cərmələyirlər. Bu təcrübə artıq yaxın qonşu ölkələrdə tətbiq olunur. Avropa ölkələrində uzun illərdir artıq bu təcrübə var. Digər nəqliyyata keçmədən öncə hansı ki bu ödəniş üsullarından biz metro və avtobuslardan, ictimai nəqliyyatdan danışırıq. Mən bir sualda sizdən cavab verməyinizi xahiş edirəm ki, hansı daha yeni ödəniş üsullarını yaxın gələcəkdə biz gözləyə bilərik ictimai nəqliyyatda? Düşünürəm ki, elə bank kartı ilə ödəniş ən son etapıdır. Yəni bu Face control face control hələ ki inanmıram ki bizə yaxın gəlib gələcəkdə, çıxsın. hə. Çünki onun inteqrasiyası da bir xeyli vaxt alır. Daha çox Google Pay, Apple Pay-yə biz keçid etsək, bu özü-özlüyündə bir xeyli rahatlaşdıracaq insanların səfərlərini. Keçək dəmir yoluna. Sərnişinlərin istifadə etdiyi, ən çox istifadə etdiyi nəqliyyat növlərindən biri də ölkə ərazisində dəmir yoludur. Və dəmir yolları ilə hərəkət etdikdə mənzil başına çatmaq üçün, bax orada bu ödəniş üsullarının hansı tətbiq olunur və hansı tətbiq olunması gözlənilir? Dəmir yolu deyərdim bu işlərdə pionerdir və demək olar ki, bayaqdan sadaladığımız növlərin hamısı dəmir yolunda artıq illərlə tətbiq olunur. QR bilet də var, özlərinin də kartı var, bank kartları ilə də ödənişi təklif edir. Hal-hazırda dəmir yolu potensialından düşünürəm ki, biraz aşağı daşıyır, amma yaxın gələcəkdə bunun artırılması hədəfləri var. Hal-hazırda Bakı şəhərində günlük trafik dəmir yolu ilə Abşeron dairəvində 42 min sərnişindir. Ümumi ölkə üzrə ən çox dəmir yolu üzrə daşınma məhz Abşerondadır. Amma bir 34 il əvvələ baxsaq, illik sərnişin dövriyyəsi 16 milyon idisə, bu gün 8.3 milyondur. Onun 60% Abşeron idi, 40% regionlardır. İndiki halda 8.3 milyonun 8 milyon 100 mini illik Abşeronda daşınır. 400 mini, ardısı 405 mini daşınır regionlarda. Bu da regionlarda pandemiya zamanı əlaqələrin dayanması, indi artıq yeni qatarlar işə düşdükcə bu sayda artacaq və yeni dövlət proqramı var, hansında ki Abşerondakı yaşayış məntəqələrinə yeni xətlərin tikilməsi, mövcudların modernizasiya olunması ilə yeni 20 qatarın alınması kimi layihələr icra olunacaq 2030-cu ilə qədər. Bu bugünkü 42.250 minə qədər qaldırılması, yəni daşınması hədəflənib. Bu hansı müddətə? 2025-2030-cu il dövlət proqramı təsdiq olunub və düşünürəm ki, artıq gələn ildən daha aktiv işlərə başlanılacaq. Bu güzəştlərlə bağlı, güzəşt paketlərlə bağlı dünya təcrübəsinə xüsusi suallarım olacaq. Amma bir məsələni də qeyd etmək istəyirəm ki, bax dəmir yolunda biz danışdıq, ictimai nəqliyyatda danışdıq. Ölkədə taksi xidmətlərindən istifadə edən 10 minlərlə insanlar var. Gün ərzində minlərlə insan taksi xidmətlərindən istifadə edir. Sizcə dünya təcrübəsindən çıxış etsək, taksidə ödəniş xidmətlərində yeniliklər etmək mümkündürmü, realdırmı və yaxud da gözləyəkmi? Məsələn, nəqd ödəniş var və kartlarla ödəniş var. Digər hansı üsulların tətbiq edilməsi sizcə daha yaxşı olardı, doğru olardı? Yəni eyni ilə nağd və nağdsız variantlar. Bugünkü banklarımız artıq mobil terminallar təklif edir. Heç post terminal almağa gərək yoxdur. Mobil telefondan bunu icra edib də insanların məmnunluğunu təmin etmək olar. Əsas hədəf məmnun bir sərnişini daşımaqdır. Komfort. Sərnişin hansı formada ödəniş edəcəksə, qoy onun seçimi olsun. Amma o seçimləri onun olmalıdır. İstir nağdı, istir nağdsız. Rauf müəllim, bizə vətəndaşlardan çox saylı suallar gəlir. Dünya ölkələrində tətbiq olunan güzəşt paketlər var ictimai nəqliyyatda. Azərbaycanda bu məsələlərlə bağlı vəziyyət necədir? Hansı yeniliklər var və ya gözləyə bilərik? Ümumiyyətlə yenilik varmı? Ümumi olaraq Azərbaycanda güzəştlə bağlı vəziyyət o qədər də yaxşı deyil. Təəssüflər olsun ki, Niyə? Hal-hazırki model bu güzəştləri nəzərdə tutmamışdı. Amma yaxın aylarda artıq işə düşəcək yanvarın 1-dən brutto müqavilə dediyimiz, yəni hər kilometrə görə daşıyıcıları subsidiya etmə modeli. Bu tətbiqindən olunandan sonra artıq güzəştlər də nəzərdə tutulmalıdır düşünürəm.
O Gələn ilin yanvar ayının biri. yanvar ayının birindən işə düşür, amma orada bəzi nüanslar var. Buyurun. Birincisi, bütün daşınma nağdsız olmalıdır. Yəni bizdə hal-hazırda 2300 avtobus varsa gündəlik xəttə çıxan, onun 300-ündə nağdsız ödəniş yoxdur, nağd ödənişdir. Yəni fiziki olaraq rəsmi qurumun elan etdiyi xəbərdən fiziki olaraq quraşdırmaq imkanı yoxdur orada və həm də köhnədirlər. Bunlar xəttdən çıxıb yeniləri gəlməlidir və bütün daşınma nağdsız olandan sonra belə bir plan var ki, güzəştlər də tətbiq olunsun. Burada həm tələbələr, təqaüdçülər, müharibə iştirakçıları, həmçinin dünya təcrübəsində olan düşünürəm ki, təcrübəni də biz tətbiq etməliyik. Uzaq məntəqədən gələnlərə 90 dəqiqəlik pulsuz keçidlər, yəni fərqli növlərdən gələ bilər. Dəmir yolundan, avtobusla keçirsə metroya və yaxud metrodan keçirsə avtobusa, bu vaxt aralığında o bir ödəniş etsin. Yəni bir dəfə ödəniş eləyir. İndiki halda hər növə keçdikdə o ödəniş edəndə yekun günlük bir müəyyən məbləğ xərci çıxır. Amma bu xərc də optimallaşmalıdır və Nə zamana bu yeniliyi biz tətbiqini gözləyə bilərik? yaxın 2 il ərzində hədəflənib, amma mən istəyərdim ki, bu daha sürətli olsun. Yəni 2026-2028-ci illər aralığında bu hədəflənib. Amma yaxşı olardı ki, daha sürətli bunu icra edək ki, çünki əgər ictimai nəqliyyat cəlbedici olursa, həm də sərfəli olmalıdır. Və insanları biz cəlb ediriksə, ictimai nəqliyyatla hərəkət etsinlər. Bu həm də onların büdcəsində də müsbət tərəfdən hiss olunmalıdır. Həmçinin digər burada çeşidlənməlidir. Yəni həssas qruplar varsa, tələbələr bu qrupa aiddir, təqaüdçülər bu qrupa aiddir. Onlara təklif olunan biletlər fərqli olmalıdır. Baxın, dünyanın bir çox ölkələrində var. Tələbələrə güzəştli paketlər ictimai nəqliyyata tətbiq olunur. Pensiyaçılar, təqaüddə olanlar. Məsələn, bizdə müharibə veteranları var. Sayları da kifayət qədər çoxdur. Sizcə Azərbaycanda yaxın gələcəkdə biz bu kateqoriyadan olan insanlara hansısa güzəştli paketlərin tətbiq olunacağını gözləyə bilərikmi ictimai nəqliyyatda? Düşünürəm gözləyə bilərik. Qeyd etdiyim bu məqamları daha sürətli icra etməklə, yəni həmin güzəştləri tətbiq etmək olar. Məsələn, dünya təcrübəsindən çıxış eləyək. Qonşu Türkiyəni götürək. Bizi minlərlə TV1-in izləyiciləri izləyir. Mən istərdim ki, siz dünya təcrübəsindən bir neçə, məsələn, izah eləyəsiniz ki, orada hansı formada paketlər tətbiq olunur, nələr nəzərə alınır, necə tətbiq edilir, real olaraq praktikada? Praktikada dünya təcrübəsindən bu artıq yaxın qonşu ölkələrə artıq biz baxanda Gürcüstanda da var, Türkiyədə də var. Günlük, aylıq, illik bilet paketləri təklif olunur, tələbə kartları təklif olunur ki, bu da xərcləri optimallaşdırır. Yəni günlük siz bilet alırsınızsa biraz qiyməti daha yuxarı olur, amma illik alanda sizin günlüyünüz daha aşağı qiymətə gəlib çıxır. Ona görə bu təcrübə bizim icadımız deyil, artıq dünyada tətbiq olunur və həmin brutto müqavilələr subsidiya edən bir sistem gələn il 40 ili tamam olur. İlk olaraq London şəhərindən başlayıb bir çox dünya şəhərlərində artıq tətbiq olunur. 2026-cı ilin hansı mərhələsində tələbələr, təqaüdçülər və ya veteranları da qeyd elədik. Məsələn, əlil olan, sağlamlığında müəyyən problem olan insanlar varkən hansısa pensiya ilə dolanırlar. Onları hansı kateqoriya insanlar sevindirilə bilər? Yəni müjdə hansı? Onu mən çətinlik çəkərəm demək ki, hansı ayda konkret olacaq. Əsas məsələ odur ki, qeyd olunan maneə ki var, yəni nağdsız ödəniş olmayan avtobusların aradan çıxarılmasına, yəni xəttdən çıxarılıb yeniləri ilə əvəzlənməsinə və bütün sistemin nağdsıza keçidin sürətləndirmək. Deməli, nağdsıza keçiddən sonra bunlar hamısı reallaşa bilər qısa bir zamanda. Və avtobusların gətirilməsi ilə bağlı vəziyyət necədir ölkəyə? Hansı dövrəyə buraxacaqlar? Son aylar daha da aktivləşib. Yəni xəbərlərdə də görürük ki, artıq bir çox daşıyıcılar, hətta böyük daşıyıcı olmayanlar da öz avtoparkını yeniləyir. Düşünürəm ki, gələn ildən bu daha da sürətli olacaq. Səbəb də odur ki, həmən subsidiya olunandan sonra
bu daşıma sahəsi daha da cəlbedici olur. Yəni banklar, yerli banklar ora krediti verməyə daha həvəsli olur. İndiki halda faiz dərəcələri əgər yüksəkdirsə, o faiz dərəcələrində aşağı düşməsinə bir stimul olacaq və düşünürəm ki, çox qısa zamanda sürətli avtoparkın yenilənməsini biz müşahidə edəcəyik. Və bundan sonra da az əvvəl sadaladığımız məsələlər mərhələli şəkildə praktikada tətbiq olunacaq. Necə hesab edirsiniz? Bu məsələlərin reallaşması paytaxtda hansı ki, xüsusilə sıxlıq olan ərazi sayılır ölkə üzrə nəqliyyatın hərəkətində. İctimai nəqliyyatdan istifadə faizini yüksəldə bilərmi? Bir mənalı yüksəldəcək, amma bu sıxlıq məsələsinə gəlin bir diqqət ayıraq. Böyük şəhərlərdə sıxlıq gözlənilən haldır. Yəni bunu bir tragediyaya çevirməyək. 1950-ci ildən urbanizasiya prosesi daha da sürətlənib. İnsanlar şəhərlərdə, paytaxtlarda yaşamağa daha da meylləniblər. Yəni bu tək Azərbaycanda deyil, dünyanın digər şəhərlərində də eyni proses baş verir. Əsas sual odur ki, həmən böyük şəhərlərdə insanlar gündəlik səfərlərin hansı növlərlə icra edirlər? Əgər Azərbaycanda, paytaxtda xüsusən səfərlər fərdi nəqliyyatla daha çox təşkil edilirsə, bunun da sıxlığı daha çox olacaq, bunun tıxacı daha çox olacaq, ekoloji kirliliyi, səs kirliliyi daha çox olacaq və aqressiv mühit daha da çoxalacaq. Çünki daha çox avtomobil daha çox sahə tələb edəcək. Bu avtomobillər hardaysa saxlamalıdırsa, onun saxlama sahəsi, bu daha çox hərəkət edirsə, günü-gündən artırsa, yol sahəsinin genişlənməsi və fərqli bir tələblər ortaya gətirir. Amma bunun daha optimal idarə etmə metodu ictimai nəqliyyatın çeşidli növlərinin inkişafıdır. İlkin olaraq avtobus segmentindən danışdıq, amma şəhərin onurğa sütunu mobillikdə relsli nəqliyyatdır. Yerin altında metrodur, yerin üstündə şəhər ətrafı elektrik qatarı şəbəkəsidir, hansı ki, yerüstü metro funksiyasını daşımalıdır və tramvayların şəhərə qaytarılmasıdır. Yəni ilk iki element üzrə baxsaq, metro və dəmir yolu üzrə artıq işlər görülür. Tramvay haqqında elə müzakirələr gedir. Digər bir önəmli məsələ odur ki, bu növlərdən düşəndən sonra hər birimiz piyadayıq və bu piyada infrastrukturu daha əlçatan, daha rahat, bariyersiz, qısa keçidlərlə təmin olunmalıdır. Yəni bu gün əgər şəhərdə avtobus zolağı, mikromobillik zolağı çəkirsə, bu bir hərəkətliyə birbaşa təsir edir. İnsanlar bu növlərdən düşəndən sonra piyada keçirsə, avtobusdan düşüb həmən səki ilə hərəkət etməlidir. Ehtiyacı var ki, yolun bir tərəfindən digər tərəfinə keçsin və bu keçidlər uzun məsafə qət etmədən təşkil olunmalıdır. Burada artıq tıxac olacaq argumentasiyası düz gəlmir. Əgər biz insanları yönləndirirsə ictimai nəqliyyata, ona müvafiq olaraq bu keçidlərin də şəhər daxilində sayın artırılmalıdır, təhlükəsizliyi artırılmalıdır. Yerin altına, yerin üstünə qaldırmadan eyni səviyyədə bariyersiz keçidlərini təmin etməliyik ki, insanlar rahat öz səfərlərin təşkil etsinlər və qoy insanlar özləri qərar versin. Neçə metrəni piyada gedəcək, velosipedlə, skuterlə, avtobusla, metro ilə və yaxud dəmir yoluna. Amma təkrarsız kimi olmasın, bu sahələrə biz mərhələ ilə diqqətimizi artırmalıyıq. Yəni indiki halda əgər bir zolaq çəkilirsə, onun hökmən o layihənin böyründə piyada infrastrukturu abadlaşmalı və qısa keçidləri təmin olunmalıdır. Bu arada bu dövlət proqramında da qeyd olunub. 8.1.6.7-ci bənddə qeyd olunub ki, piyada səkiləri abadlaşmalıdır, pandusları təmin olunmalıdır. Düşünürəm ki, artıq real nəticələri görmək vaxtıdır. Necə hesab edirsiniz? Paytaxt Bakı şəhərində və Bakı ətrafında nəqliyyat infrastrukturunun tənzimlənməsində hansı yenilikləri biz gözləyə bilərik? Siz qeyd etdiyiniz o məsələləri bildirdiniz ki, bunlar artıq vaxtdır, bunlar tənzimlənməlidir. Biz hansı yenilikləri gözləyə bilərik? Hansı problemlər var ki, onlar təcili surətdə onlara baxılmalıdır, islahatlar olunmalıdır? Biz insanların səfərlərinə, təşkilinə yönəli bir qərarları daha sürətli icrasını görməliyik və müəyyən yarımçıq layihələri var ki, onlar tamamlanmalıdır. Məsələn, Bakı Abşeron yarımadasında yerləşir. Bizdə dairəvi yol yoxdur, amma o yarım dairəvi sürətli yol təmin olunmalıdır ki,
şəhərə daxil olmadan sürətli əlaqəni təmin etsin. Yəni deyək ki, şəhərə daxil olan nöqtəni Lökbatan dairəsindən əgər Zığ istiqamətinə getmək istəyirsə, dəniz boyu getmədən, çünki orada daha bulvara çıxış olduğundan svetoforlar, planlar, sıxlıq daha çoxdur. Amma yarım dairə formasında ona o çıxışı təmin etməliyik həmin sürücülərimizə. İndiki halda Bakı dairəvi 1 tikilib, Lökbatan dairəsi Biləcəri, Zığ dairəsindən beton yol dediyimiz hava limanına tikilib. Hava limanı şosesi Koroğludan tikilib, amma onları əlaqələndirən, yəni Biləcəridən üzü Ramanı istiqamətinə yolumuz tikilmədiyindən uzun zamandır. Hal-hazırda Ziya Bunyadov prospektində bir kollaps yaşanır. Yəni Ziya Bunyadov prospekti məlumat üçün həm şəhər daxili trafiki, yəni şərq-qərb dəhlizidir. Həmçində şəhər ətrafını da yükləmişik onun üzərinə və bu da 20 yanvarda mürəkkəb vəziyyət yaradır. Sıxlıq, tıxac və insanların narahatçılığına səbəb olur. Ona görə bu yarım dairəvi yol da tikilməsi vacibdir və ondan sonra şəhərin giriş nöqtələrində Park and Ride, yəni park et səfərvi ictimai nəqliyyatla davam et kimi həllər tətbiq olunmalıdır ki, bu da daha az avtomobilin şəhərə girişi üçün bir zəmin yaratmış olacaq. Nə zamana gözləyə bilərik biz bu məsələləri? Artıq o layihələrin demək 3 yarım dairəvi yollar nəzərdə tutulub baş planda. Onun biri artıq sürətli icrası müşahidə olunur. Pirşağı, Xırdalan, M1, M4 magistral yolu, bu Şamaxı, yəni qərb istiqamətindən, şimal istiqamətindən gələnlər üçün alternativ hava limanına və Bakıya giriş imkanı yaradacaq. Bununla paralel Biləcəri, Binəqədi, Balaxanı yolu nəzərdə tutulub. Orada hələ ki işlər başlamayıb və Biləcəri, Baksol yolu ilə Dərnəgül şosesinə çıxan yolda nəzərdə tutulub. Düşünürəm ki, bu dövlət proqramı çərçivəsində yaxın 2030-a qədər onların da tikintisinə start verilir. Raf müəllim, minlərlə insan Sumqayıtdan Bakı şəhərinə işə gəlir. Səhərlər və axşam da evinə dönür. Onların böyük bir hissəsi ictimai nəqliyyatdan, dəmir yolundan, avtobuslardan, taksi xidmətlərindən istifadə edir. Bir çoxları isə fərdi maşınları ilə gəlib gedirlər. Yəni hər günkü o mənzərə, deyək ki, orada tıxac məsələsi. Biraz bununla da bağlı danışmanızı istəyirəm. Verilişimizin sonuna yaxınlaşırıq. Çox maraqlı bir məsələyə toxundunuz. Düşünürəm ki, burada mən bir məsələyə də diqqət ayırardım ki, layihələr icra olunan zaman müasir texnologiyaların vacibliyi. Hal-hazırda deməli həmən o qeyd etdiyim Pirşağı, demək Xırdalan, M1, M4 magistralının Ceyranbatan gölünün alt hissəsində həm yol tikilir, həm də dəmir yolunun kəsişən hissədə tunel tikilir. Bu səbəbdən dəmir yolunun Xırdalan-Sumqayıt əlaqəsi dayanıb. Bu dayananda nə baş verir? İnsanlar yönəlir avtobusa. Avtomobil yoluna, avtobusa. Avtobusda bir kollaps yaranır. Və indi son xəbərlər bugündən etibarən artıq 500 nömrəli avtobus hərəkətə başlayır. 18 metrlik avtobuslar Sumqayıtda Heydər Əliyev parkından 20 yanvar metrosunun yaxınlığındakı Pişəvəri küçəsinə qədər hərəkət edən 7-8 dəqiqəlik intervalla bu məsələnin bir hissəsidirsə, amma düşünürəm ki, layihələrin icrasında müasir texnologiyaların, boruda ekran texnologiyası deyilən bir texnologiya var. Bakı şəhərinin bir hissəsində tətbiq olunur, digər hissəsində nədənsə tətbiq olunmadı. Sizcə niyə? Sualın cavabını bilmirəm, amma maraqlı tərəfi odur ki, eyni qatar əgər Keşlə stansiyasının yanından, yəni Keşlə bazarı dediyimiz ərazidən keçən hissədə də yeni yol layihəsi icra olunur. Orada boruda ekran texnologiyası tətbiq olunub. Yəni üstdən qatar öz hərəkətində davam edir, altda isə bir mühafizə hissəsi yaradılıb və tunel tikintisi davam edir. Eyni texnologiyanı sadəcə Xırdalanda üzü Sumqayıt istiqamətinə olan hissəyə də tətbiq etmək lazım idi ki, bu həmən sıxlığa birbaşa təsir edərdi. Raf müəllim, Bakıdan Sumqayıta gedən, hərəkət edən o nəqliyyat vasitələrində sıxlığın olmasının qarşısını almaq üçün sizcə dəmir yoluna həm reyslərin, həm qatar vaqonlarının artırılması mümkünmü? Yəni bu təsir edə bilərmi? Məsələn, intervalla bağlı məsələ gündəmə gətirirlər. Məsələn, interval daha da qısaldılar.
Dövlət proqramında var. Bildiyim qədərincə dövlət proqramında bu məsələ var, yaxın gələcək üçün nəzərdə tutulur. Yəni bu özü də siz də yəqin müşahidə etmisiniz ki, Sumqayıt-Bakı arası hərəkət edən minlərlə vətəndaş var ki, çox rahat bu qatarlardan istifadə edir. Amma reyslərin sayını artırmaq, intervalın sayını qısaltmaq, qatarların, vaqonların sayını artırmaq məncə bu avtomobil sıxlığına da müəyyən təsir eləyə bilər o yolda. Birbaşa təsir edəcək. Bu dövlət proqramında da var. Demək, ümumi Abşeron dairəsinin həm elektrik təchizatını da dəyişəcəklər, sabit cərəyandan dəyişən cərəyana. Bu da yeni alınmış qatarların da ora daha aktiv istifadəsini nəzərdə tutulub. Yeni 20 qatarda alınması nəzərdə tutulub. Hansı dövrə? 2030-cu ilə qədər. 2030-cu ilə Bundan başqa dövlət proqramında da qeyd olunub ki, həm də baş planda da qeyd olunub ki, əlavə stansiyalar tikilməlidir. Bakı-Sumqayıt bəli, Bakı-Sumqayıt, Sumqayıt 2 də tikilməlidir, Xırdalan 2 də tikilməlidir. Binəqədi Cənub Rəsulzadə qəsəbəsinin üstündə Keşlə bazarının yerləşdiyi bir ərazidə yaxınlarda Dərnəgül metro stansiyasının yaxındakı dayanacaq ilin sonuna kimi istifadəyə verilməlidir. Sonra Nərimanov stansiyası hansı ki, hardasa 1 kilometr Xətai metrosunun yaxınlığındadır. Bu stansiyaların da sayı artırılmalıdır. Həmçinin Bakı, Biləcəri, Xırdalan, Sumqayıt istiqamətində digər bir problem də var. Yük trafiki ilə sərnişin trafiki bir-birinə qarışdığından orada saat 10-dan 16-ya qədər texniki fasilə verilir və yük qatarları hərəkət edir. Yəni yük qatarlarının hərəkəti də ayrılmalıdır. Bəli. Burada da Güzdək, Tağıyev, daha doğrusu Tağıyev Qaradağ yolunun tikilməsi də nəzərdə tutulub. Layihə başlamışdı, sonradan müəyyən səbəblərdən dayandı, amma bu da dövlət proqramında qeyd olunub və bunlar hamısı təsir edəcək. Daha aydın olmaq üçün Bakı ilə Sumqayıt arasında 15-20 dəqiqəlik intervalla qatar işləməlidir. Bizim istəyimiz, tələbimiz bu olmalı. İstəyirsinizsə tıxaca təsir edəsiniz, dayanıqlı ictimai nəqliyyat olmalıdır. Sübh 6-dan axşam 12-yə qədər. Bax 15-20 dəqiqəlik intervalla qatarınız işləsin, bu elə yerüstü metro funksiyası olacaq. Və keyfiyyətli xidmət. Bəli. Digər bir önəmli məsələ odur ki, burada bir növdən digər növün inteqrasiyasıdır. Yəni qatardan düşəndən sonra avtobuslara gedişdir, yəni həmin meydanın vəziyyətidir, axınlar ayrılmalıdır və həmin vağzala ictimai nəqliyyat nə səviyyədə gəlir? Məsələn, Sumqayıt Dəmiryol vağzalından çeşidli şikayətlər gəlir ki, avtobuslar ya gec-gec gəlir və yaxud az gəlir. Bunu da düşünürəm ki, mövcud olanı ilkin olaraq yaxşılaşdırılması yönündə iş görməliyik. Həmçinin də təkmilləşdirib insanlara daha keyfiyyətli xidmət göstərməliyik. Rauf müəllim, bizə ayrılan zamanın sonuna yaxınlaşdıq. Sizə TV1-in minlərlə izləyicisi adından studiyamıza gəldiyiniz üçün və çox saylı suallarımızı cavablandırdığınız üçün minnətdarlığımı bildirirəm və sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Təşəkkür edirəm. Beləliklə, dəyərli izləyicilər, bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, Bakı vaxtının bugünkü qonağı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev idi. Biz qonağımızla paytaxt Bakı şəhərində və Bakı ətrafı ərazilərdə ictimai nəqliyyatın hərəkətindəki problemlər, tətbiq olunan yeni ödəniş üsulları, eləcə də nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı yaxın gələcəkdə bizi gözləyən perspektivlər ətrafında maraqlı müzakirə apardıq. Sağ olun, sağlıqla qalın.